Ee, Deməli, bizim söhbətimiz fəlsəfə mövzusunda yenə davam eləyir. Mən keçən dəfə göstərdim, söhbətləşdik ki, fəlsəfədə demək olar ki, orta əsrlərdə olan hərəkat haqqında biz danışdıq və qeyd elədik ki, orta əsrlərdə dövrlər və vəziyyət mən səsim gəlir də düzdür. Biraz öyle bir şəkil elədim. Burada mesela bir şey gösterdi. Dedim birdən səsim gəlməz. Bəli, gəl, tamam. Əsas odur ki, mən nəsə başqa bir şey gördüm elə bir monitorda. Dedim birdən səs kəsilər. Deməli, qeyd elədik ki, orta əsrlərdə ikinci dövrə biz giriş elədik. Və ikinci dövrdə, qaranlıq dövrdə gördük ki, Platon və fəlsəfə akademiyaları mühürlənir qapılar. Və fəlsəfəyə qadağa qoyulur. Amma buna baxmayaraq iki şəxsiyyət fəlsəfəni yenidən ehya eləyir. Biri Origendir və digəri də Anselm. Mən Anselm haqqında söhbət eləmək fikrində deyiləm. Sadəcə Origen haqqında danışdım ki, mən keçid ala bilim İslam fəlsəfəsinə. Və demək olar ki, mən keçən dəfə bu keçidi göstərə bildim biraz. Mən bugündən İslam fəlsəfəsinə başlayıram. Və bura qədər də demək olar ki, İslam fəlsəfəsi adı ilə başlamışıq. Amma ki, bura qədər olanlar hamısı fəlsəfi hazırlıqları idi ki, İslam fəlsəfəsini bir düzgün anlaya bilək. Ona görə belə deyə bilərdik ki, İslam fəlsəfəsində tərcümə və təsis hərəkatı bu başlıqla, yəni biz başlaya bilərik. İslam fəlsəfəsində tərcümə, İslam dünyasında tərcümə və təsis hərəkatı. Yəni biz gördük ki, həmən dövrdəki Qərbdə, Avropada ki, indiki dillə Avropa deyirik, Roma İmparatorluğunda Məsihliyin hakim olan bir dönəmində hardasa Məsihi dini meydan oxuyur və Məsihi dini öz fikir çalarları ilə, öz fikir təməlləri ilə çıxış eləyir və həmən dövrün hakimiyyəti tərəfindən düşüncəyə, fəlsəfəyə qadağa qoyulur və göstərdik ki, bu qadağada fəlsəfəyə qadağa qoyulsa da iki hərəkat baş verir. Biri məktəblərin Karolinglər sülaləsi tərəfindən məktəblərin yaranması və digəri Origenin təşəbbüsü ilə fəlsəfənin yenidən həyata qayıtması. Bunun nəyə görəsən iki cərəyan, iki hərəkat kimi bunu görürsən, bunlar bir-birindən fərqlidir, bəli. Keçən dəfə də göstərdik ki, məktəblərin
yaranmasında fəlsəfə iştirak eləmir. Məktəblər ancaq belə deyək, təcrübə elmlər, daha çox, yəni hardasa qeyri-humanitar elmlərə yer verirlər. Lakin Origen humanitar elmləri yenidən meydana gətirir. Humanitar elmlərdən məqsəd başlıcası fəlsəfədir. Və bu həmən dönəmdir ki, İslam Peyğəmbərin be'səti ilə həmən bu dönəmdə dünyaya saçır və demək olar ki, Peyğəmbərdən sonraki hərəkatla davam etməyə başlayır. Mən bundan sonra demək olar İslam dünyasında seyr eləyəcəyik inşallah. İslam dünyasından söhbət edəcəyik. Ona görə baxın, mən nəyi çatdırmaq istəyirəm, nəyi demək istəyirəm, bunu mütləq nəzərə alaq. Biz fəlsəfədə nə gördük bura qədər? Bura qədər Yunan orta əsrlər və yavaş-yavaş orta əsrlərdə hardasa fəlsəfəni bir qismi mənimsəməyə çalışdılar. Və gördük ki, İskəndər, Makedoniyalı İskəndər fəthləri ilə qərbdən şərqə doğru hərəkət edir. Şərqdə demək olar ki, Misiri və ümumiyyətlə bir çox yerləri, indi bildiyimiz Türkiyə, Misir, Afrika, yəni indi tanıdığımız Afrika, bütün İskəndərin fethi ilə demək olar ki, hakimiyyəti altına alınır və şərqə gəldikdə demək olar ki, İskəndər həm fəth eləyir, həm də Yunan fəlsəfəsini və Yunan mədəniyyətini və qərb mədəniyyətini həm də şərqə yavaş-yavaş köçürür. Ona görə görürük Misirdə İskəndəriyyə şəhəri, bilirsiniz ki, Qahirədən sonra ikinci böyük şəhərdir. Məhz İskəndərin adı ilə bu şəhər təsis olub. İskəndəriyyə. İskəndəriyyə şəhəri yeni bir necə deyərlər, elmi bir dünyaya çevrilir. Həmçinin Antakiya, İskəndərin fəthindən sonra Antakiya yeni bir dünya, elmə pəncərə açır. Gündikapur İran əyalətlərindən biri. Gündikapur demək olar ki, elmi mərkəzə çevrilir. Hərran, Suriya bölgəsi olan Hərran elmi mərkəzlərdən birinə çevrilir. Yəni, mən bunları göstərim, nə üçün bunları göstərirəm? Məqsədim var. Yəni, Yunandan çıxır, elm və fəlsəfə Yunandan çıxır. Görürük ki, İskəndəriyyədə, Antakiyada, Hərranda və Gündikapurda orada yer alır. Və demək olar ki, biz sonra şəxsiyyətləri, buradan çıxan şəxsiyyətlərlə tanış oluruq. Xahiş edirəm, bu tarixi səpkiyə diqqətsiz olmayaq, diqqətli olaq ki, mən bir yol açmaq istəyirəm sonraki söhbətə. Hər halda, yəni, biz İskəndəriyyə mərkəzində, elmi mərkəzində görürük şəxsiyyətlər meydana gəlir. O cümlədən İbrahim Mərvəzi.
Mərv şəhərindəndir İbrahim Mərvəzi. Amma e, hardasa İskəndəriyyənin e, məzunudur. İskəndəriyyə fəlsəfi ocağının məzunudur bu İbrahim Mərvəzi. Məqsədim var nə üçün İbrahim Mərvəzinin adını çəkirəm? Çünki İbrahim Mərvəzi kimin ustadıdır? Sonra bizim tarixdə bildiyimiz Əbu Bişr Mətta İbni Yunisin ustadıdır. Adlar çoxdur. Mən seçim eləyib bu adları qeyd eləyirəm ki, məqsədim bir nəfərə çatmaqdır. Bir dənə məqsədimdə olan, fikrimdə olan bir şəxsə çatmaqdır. Bu silsiləni bilməliyik. Ona görə gördünüz, Yunandan elm səpələnir. İskəndəriyyə, Antakiya, Günşapur, Suriya, Hərran və sonra deyəcək ki, hələ sonra İraq və Bağdad. Amma hələlik. Və İskəndəriyyənin məzunu İbrahim Mərvəzidir. İbrahim Mərvəzi Mətta İbn Əbu Bişr Mətta İbn Yunisin ustadıdır. Əbu Bişr Mətta İbn Yunis kimin ustadıdır? Farabinin ustadıdır. Farabinin ustadıdır. Farabi kimdir? Farabi İslam fəlsəfəsinin təsisçisi. İslam fəlsəfəsinin İslama ayaq açmasının əsas səbəbkarı. Amma Farabiyə qədər hələ sözümüz var. Yəni girişimiz var. Yəni istədim bu silsiləyə baxın. İbrahim Mərvəzi, Mətta İbn Yunis və Mətta İbn Yunisdən sonra Farabi. Bunları mən nə üçün deyirəm? Tarixi gəlişmələr önəmlidir. Farabi haranın məzunudur? Farabi də Bağdadın məzunudur. Bağdad elmi mərkəzinin məzunudur. Farabi özü Türk əsillidir. Türk əsillidir. Qazaxıstandan və Farab şəhərindən. İndi bu sonra lazım olsa hər yerdə bunu tapa bilərsiniz. Daha kökləşdirmə fikirlər var. Amma hər halda Farab şəhərindən gəlir Bağdada, Bağdaddan Misrə, Misirdən Suriyaya gedir və orada da dünyasını dəyişir. Baxın, söhbət nədir? Söhbət bundan ibarətdir ki, bu silsilə bizə nəyi anladır? Bunu tapmaq lazımdır. Bunu bilmək lazımdır. Hər halda tarixin gedişatında biz ən əvvəl hələm Farabiyə mən qısa xronoloji yəni göstərdim ki, necə biz Farabiyə çatırıq. Amma Farabiyə çatmamışdan qabaq bir tərcümə mərkəzi ilə üzləşirik. Tərcümə mərkəzi var. Və bu tərcümə mərkəzi çox-çox önəmlidir. Və bunu bilmək üçün, tərcümə mərkəzini anlamaq üçün yenə də biz lazımdır ki, görək necə oldu ümumiyyətlə İslamda, İslam dünyasında tərcümə mərkəzi yarandı. Ona görə biz Peyğəmbərdən sonraki hərəkata baxanda çox maraqlı bir vəziyyətlə rastlaşırıq. Biz həmişə Peyğəmbərin həyatını oxuyuruq. Hansı tərzdə Peyğəmbərin həyatını oxuyuruq. Biz Peyğəmbərin həyatını oxuyuruq ki, görək, məsələn, Peyğəmbər filan kəslə necə elədi, filan kəslə necə müsəlman elədi, necə İslama gətirdi, necə və s. Amma Peyğəmbərin ümumiyyətlə ümumbəşəri hərəkatı daha önəmli məsələlərdən biridir. Bəzən bu nöqteyi nəzərdən də Peyğəmbərə baxmaq lazımdır. Peyğəmbər həyatı dönəmində gördük ki, böyük bir sivilizasiyanı yaratdı. Həm ərəb və ərəb dünyasından da çıxdı. Bütün imperator, həm İran imperatorluq, Roma imperatorluğuna sirayət elədi. Heç nə nəfədə işarə elədi.
və bu sivilizasiya, Peyğəmbər bu sivilizasiyanı özündən sonra davamlı olması üçün sonuncu həcdə Qədirxum hadisəsini yarattı. Bu nöqteyi nəzərdən tarixə baxmaq lazımdır. Qədirxuma biraz geniş miqyasda baxmaq lazımdır. Nəyə görə Peyğəmbər Qədirxumu yarattı? İndi mən buna vaxt sərf eləmək istəmirəm. Sadəcə sizdə fikir yaradıram. Sadəcə düşüncə mövzusu, obyekt yaradıram. Düşünün, bunun üzərində düşünək. Yəni Qədirxum sıradan Qədirxum sıradan bu adam olmasın, bu adam olsun. Yox, Qədirxum böyük bir sivilizasiyanın davamlı olması üçün idi. Ki ancaq Qədirxum hərəkatı ilə bu sivilizasiya qala bilərdi. Ki əlbəttə tarix göstərdi ki, bu baş vermədi. Ona görə Qədirxum hərəkatı belə deyək, Qədirxum hərəkatına mane yaranandan sonra yenidən ərəblərdə feodal dövlətlər meydana gəldi. Feodal dövlət yarandı. Feodal dövlət sonra Əməviliklə nəticələndi və Əməvilik təbii ki davam etdi. Abbasi xilafəti ilə və sonra da Osmanlı xilafəti ilə ta indiyə qədər. Yəni mən nəyi anlatmaq istəyirəm? Bu özü böyük bir tarixi necə deyərlər, baxış tərzidir ya. Sadəcə istəyirəm məzhəb nöqteyi nəzərindən, bir var məzhəb nöqteyi nəzərindən məsələyə baxaq. Bir də var ki, qlobal və ümumdünya nöqteyi nəzərindən məsələyə baxaq. Mən məsələyə məzhəb nöqteyi nəzərindən baxmıram. Amma sadəcə onu qeyd eləmək istəyirəm ki, Qədirxum Peyğəmbər sivilizasiyasının bütün dünyada əbədi olaraq qalması üçün idi. Ki, əlbəttə buna mane törəndi və alınmadı. Bu sivilizasiya olsaydı başqa bir aləm olacaqdı. Biz indi bilmirik, yəni xəbərimizdir. Yəni təbii ki alınmadı və alınmadı başqa bir hərəkat yarandı. Və başqa bir hərəkat baş verdikdə görürük ki, mən keçən dəfə də bəzi tarixlərə işarə elədim də, bu həmən dövrdür ki, siz bilirsiniz hansı dövrdür də, hə? Yəni dünya hüdudlarında indi İslam dünyasına baxın. Siz Yunanla tanışsınız, orta əsrlərlə tanışsınız. Orta əsrlərdə ikinci dövr, qaranlıq dövrlə tanışsınız. Bu qaranlıq dövrdə İslam sivilizasiyası ilə tanışsınız. Yəni dünyanın içində, dünya miqyasında İslama baxın, görün İslam necə parıldayır. Və İslam necə parıldayacaqdı və görün necə parıldısı. Təbii ki, Peyğəmbərdən sonra biraz tam vəziyyət dəyişdi. Demək olar ki, müəyyən bir yerə qədər, yəni keçən dəfə də qeyd elədim ki, Əməvi xilafəti 750-ci ildə süqut eləyir, Abbasi xilafəti gəlir və Mənsur Dəvaniqi 765-ci ildə Bağdad şəhərini təsis eləyir. Və mən bunları nə üçün tez keçirəm? Çünki məqsədim tərcümə anlayışıdır. Və Məmun Harun Ər-Rəşidin oğlu, Abbasi xəlifəsi 832-ci ildə, bunlar miladi tarixləriyə qarşı hicri qəməri ilə demirəm. Hicri qəməri aydın məsələdir, hicri qəməri ilə olan məsələ. Məmun 832-ci ildə Beytül-Hikmə adlı tərcümə mərkəzini yaradır. Beytül-Hikmə, hikmət evi, tərcümə mərkəzini yaradır Məmun. Və biz hardasa bu tərcümə mərkəzində demək olar ki, rəsmi şəkildə elmi ədəbiyyat
Yunan dilindən, Süryani dilindən tərcümə olunur ərəb dilinə. Əlbəttə, bura qədər də hardasa tərcümə məktəbi başlamışdı, var idi, az çox. Amma bu məktəb demək olar ki, birbaşa olaraq bu işə ancaq fokuslanır. Ki, Beytül-Hikmənin ən birinci belə deyək, baş müdiri, rəisi Yuhanna İbn Masve idi. Yuhanna İbn Masve ki, bu Beytül-Hikmənin başında dayanırdı, tərcüməçilərin başında dayanırdı. Yuhanna İbn Masve Hüneyn İbn İshak'ın ustadıdır. Hüneyn İbn İshak şagirddir. Ne üçün bunun adını çəkirsən? Çünki Yuhanna İbn Masve ki, dünyasını dəyişir, Beytül-Hikmə tərcümə mərkəzinin rəyasəti, idarə başçılığı Hüneyn İbn İshak'a keçir. Hüneyn İbn İshak demək olar ki, uşaqlıqdan, erkən çağlarından tərcümə ilə məşğul olur və daha çox tərcümə etdiyi kitablar Süryani dilinədir. Süryani dili ərəb dilinə yaxın dillərdəndir. Suriyada, o vaxtın Suriyasında, yəni necə deyərlər, əsas dil sayılırdı. Əsas dil sayılırdı. Bəli. Deməli, Hüneyn İbn İshak, yəqin ki, silsiləni itirmirsiniz də, biraz tarixi məsələlərdir, amma bunu tərcümə gedişatını mütləq bilməliyik ki, xəbərdar olmalıyıq ki, necə yəni İslam dünyasına bu elmlər Yunan dilindən keçid edilir. Hüneyn İbn İshak, İshak'ın bir dənə oğlu var, İshak İbn Hüneyn. İshak İbn Hüneyn. Şimdi ata babanın adıdır da, yəni bizdə olduğu kimi. Hüneyn İbn İshak dünyasının ata, yəni Hüneyn İbn İshak ata dünyasını dəyişəndən sonra bəs bu tərcümə mərkəzinin başçılığı tapşırılır oğluna ki, İshak İbn Hüneyndir. İshak İbn Hüneyn demək olar ki, İslam dünyasında ən mükəmməl tərcüməçilərdən birinə çevrilir. Birbaşa olaraq həm Yunan dilini bilir, həm Süryani dilini bilir, həm ərəb dilini, ana dilidir bilir və Süryani Yunan dilindən tərcümə eləyir kitabları ərəb dilinə. Ki, tərcümə etdiyi kitabların başında da fəlsəfi kitablar dayanır. Məntiq və fəlsəfə. Aristotel'dir. Ona görə bu oğula İshak ibn Hüneyn. Bəs mən nə oldu? Necə oldu? Məmunun xilafəti dövründə tərcümə mərkəzi Hüneyn ibn Yuhanna ibn Masveyhin başçılığı ilə başlayır. Dünyadan köçəndən sonra onun şagirdi Hüneyn ibn İshak davam eləyir. Amma hələn fəlsəfi kitablar o qədər də rövnəqdə deyil. Və Hüneyn ibn İshak gedəndən sonra oğlu İshak ibn Hüneyn fəlsəfi kitabları tərcümə etməyə başlayır. İshak ibn Hüneynin tərcümələri o qədər ciddi, o qədər dəqiqdir ki, demək olar ki, fəlsəfi terminləri ərəb dilində yaradır. Ən çox maraqlı, ərəb dilində yaradır. Yəni, belə ki, İbn Rüşd bilirsiniz, Aristotelin şərhçisidir İslam dünyasında. İbn Rüşd ərəb dili terminlərində, İbn Rüşd fəlsəfi terminlərdə
əsas istinadgahı İbn Rüşdün əsas istinadgahı İshaq İbn Hüneyndir. Yəni çox dəqiqdir tərcümələri. Ona görə İshaq İbn Hüneyn görürük. Aristotelin müxtəlif kitablarını tərcümə eləyir, orqanını tərcümə eləyir, məntiq kitablarını tərcümə eləyir, kateqoriyaları tərcümə eləyir, cümlələri tərcümə eləyir, birinci analitika, ikinci analitika, topikanı tərcümə eləyir, retorikanı tərcümə eləyir. Bunlar hamısını ruh haqqında kitabını tərcümə eləyir, fizika kitabını tərcümə eləyir, metafizikanı tərcümə eləyir. Bunların hamısını İshaq İbn Hüneyn demək olar tərcümə eləyir və mən bununla yəni demək olar ki, biz İslam dünyasında mən bu qədər, yəni genişdir bu haqda tərcümə, amma hələlik mən məsələn sadəcə giriş olaraq buna işarə eləyirəm ki, necə oldu ki, bu dövrdə biz yəni İslam dünyasında fəlsəfə və yaxud da ki, Yunan elmləri ilə tanışlıq necə yarandı bu tərcümələr vasitəsilə. Bəli, İbn Rüşd. Sonda İbn Rüşd. İbn Rüşd tərcüməçi deyil ha. İbn Rüşd sadəcə mən İbn Rüşdün adını ona görə çəkdim ki, İbn Rüşd kitablarında İshaq İbn Hüneynin adını çəkir ki, yəni mənim istinadgahım bu fəlsəfi terminlərdə İshaq İbn Hüneyndir. Mən İshaq İbn Hüneynin belə deyək, dərəcəsini çatdırmaq üçün İbn Rüşdün adını çəkdim. Yoxsa İbn Rüşd tərcüməçi deyil. İbn Rüşd özü zamanında çox sonra İbn Rüşd hardasa 12-ci əsr çatdıma belə. Biz isə hardan danışırıq? Biz 8, 9, 10-cu əsrlər. Bax görün, bu dünya hardasa belə deyim də, yəni bu dövr çox maraqlıdır. Mən görüm bir nəfərin statı var idi, çox maraqlı cümlədir. Ona mən tapsam sizin üçün oxuyayım. İbrahim Mədkurdandır bu cümlə. İbrahim Mədkur Misir mütəfəkkirlərindəndir. Cümləsi bax belədir. Deyir ki, müsəlmanlar 3 əsr müddətində digər millətlərdən irs qalmış elmi, fəlsəfi və ədəbi əsərləri ərəb, süryani, pəhləvi, hind, latın və yunan dillərindən tərcümə etdilər. Yəni, müsəlmanlar fikir verir, bütün 3 əsr müddətində digər millətlərdən iz qalmış elmi, fəlsəfi və ədəbi əsərləri tərcümə elədilər müxtəlif dillərdən. Hətta ərəb dilindən, süryani dilindən, pəhləvi dilindən, Yunandan ki, ərəbə və ərəb dilindən də digər dillərə də təbii ki. Yəni, dövr, görün hansı dövrdür də? Həmən dövrdür ki, biz orta əsrlərdə ikinci dövr kimi bunu göstərdik. Tam bura qədər gördük ki, fəlsəfə İslam dünyasına keçid alır. Fəlsəfə İslam dünyasına keçid alır. Hardasa Abbasi xilafətindən. Əlbəttə, Əməvi xilafətində də az çox var idi. Görürük. Amma daha çox Abbasi xilafətindən, Məmunun dövründən rəsmi olaraq məktəb yaranır və fəlsəfə ilə tanış olub. Yaxşı. Fəlsəfə ilə tanış olandan sonra bəli, Yuhanna ibn Masfi, Hüneyn ibn İshaq, İshaq ibn Hüneyn tərcüməsi bəli, düzdür. Mən bir dənə məsələyə qalmışam ki, toxunum, amma toxunmalıyam. O da bundan ibarətdir. Mütləq və mütləq sizi maraqlandırır ki, mənim üçün önəmlidir. Yəni, maraqlandırır ki, bəs görəsən bu dövrdə imamların ümumiyyətlə hərəkatı nədən ibarət? Düzü, belə deyim də, bir neçə dəqiqə mən bu haqda biraz söhbət edeyim.
Baxın dostlar, e, təbii ki, bundan sonra mən bir ciddi mövzuya başlamaq istəyirdim, yəni istəyirəm. Ümumiyyətlə, müsəlmanların İslam dünyasına yeni gəlmiş elmlərlə üzləşmə prosesi hansı keyfiyyətdə oldu. Amma indi mən çatdırsam, bugün olmasa gələn dəfə təbii ki, bu məsələyə giriş edəcək. Düzdür? Yəni, gördük ki, tərcümə ilə gəldi də elmlər İslam dünyasına daxil oldu. Amma İslam dünyasına daxil olandan sonra bu ilə iş bitmir axı. Müsəlmanlar necə bunu qarşıladı? Buradan məsələlər ciddiləşir. Çox maraqlı. Müsəlmanların qarşılaşması. Amma bundan qabaq bir məsələyə işarə edeyim, daha sonra bunu mən qeyd edeyim. O da budur. Deyirik, mən ona görə həssas mövzudur. Birinci məsələ bundan ibarət, biz fəlsəfə oxuyuruq da. Fəlsəfə oxuyuruq. Mən dəfələrlə demişəm, fəlsəfə oxuyuruq. Mən burada nə Allahdan danışıram, nə dindən danışıram. Amma əgər din və Allah mövzularına da işarə ediriksə, labüddür. Çünki din və Allah bir obyekti, bir fenomendir, bir həqiqət, bir reallıqdır. Fəlsəfə də həqiqət və reallıqdan danışırsa, Allah və din mövzusuna yan keçə bilməz. Ona görə mən ayrıca söhbət, yəni din haqqında ayrıca söhbət açmaq məqsədində deyiləm. Mən fəlsəfə danışıram, fəlsəfədə də dinə təbii ki, yönəliklər varsa nə yaxşı. Yəni, əgər olursa ki, və bu nöqteyi nəzərdən mən bu mövzuya da geniş şəkildə toxuna bilmirəm ki, imamların ümumiyyətlə fəaliyyəti hansı keyfiyyəti o ayrıca mövzudur. Mövzudur ya, amma ayrıca fəlsəfəyə aidiyyatı yoxdur. Ki, imamların fəaliyyəti siyasi, ictimai, elmi fəaliyyətlər hansı keyfiyyətdədir. Bu da başqa bir mövzudur və ciddi mövzudur və amma maraqlı budur, yəni məsələ budur ki, yenə də fəlsəfəyə aidiyyatı yoxdur. Amma çünki biz İslam dünyasından söhbət edirik və elmin İslam dünya, fəlsəfə və digər elmlərin İslam dünyasına gəlişindən danışanda biz istər-istəməz tarixən imamların zamanına təsadüf edirik. Görürük ki, yəni mən ona görə bircə yerə deyil ki, mən işarə elədim Peyğəmbərin Qədirxum hadisəsi. Peyğəmbərin Qədirxum hadisəsi həddindən artıq bütün dünyanı əhatə edə biləcək bir hadisədir. Biz onun fərqində olmadıq. Və sonralar da hətta məsələni çox belə kiçik bir çərçivədə məsələyə baxdıq. Amma çox böyük bir hadisə idi. Peyğəmbər bütün dünyanı həm coğrafi olaraq, həm zaman olaraq bütün dünyanı bütün zamanlarda nəzərə almaq istəyirdi. Qədirxumla. Ona görə və əlbəttə gördük ki, bu məsələ hər halda yarımçıq qaldı və yaxud da ki, mane törədildi. Yəni, işarə elədim ki, istər-istəməz biz bu məsələyə toxunmalıyıq və əlbəttə sonra bu məsələ arxa planı keçdikdən sonra Qədirxum anlayışı və İmam Əlinin imamət mövzusu arxa plana keçdikdən sonra ümumiyyətlə sonraki silsilə, yəni imamlıq silsiləsi demək olar ki, müxtəlif sahələrdə biri digərindən sonra arxa plana keçməyə başladı. Yəni dövrün gücü və sərvəti nəticəsində. Ən əvvəl Qədirxum və imamət anlayışı, yenə deyirəm, bilmirəm nə qədər, mən bilmirəm nə qədər siz məsələnin fərqində ola bilirsiniz, ya mənlə yaxud mənə qulaq asa bilənlər sonra necə. Yəni mən məsələyi ümumiyyətlə məzhəb nöqteyi nəzərdən yenə də təkrar eləmə yanaşmıram.
Yəni heç mən burada bunun fərqində deyiləm. Bəlkə də fərqində bu istəmirəm bunun fərqində olar ki, indi bu şiənin lehinə danışdı, yoxsa danışmadı. Məsələ şiəlik deyil, şiəlik deyil ümumiyyətlə. Məsələ bundan ibarət ki, tarix necə hərəkət elədi və Peyğəmbər ümumiyyətlə nəyi nəzərə alırdı. Daha geniş, daha yuxarı mövqedə məsələlərə yanaşmalıyıq. Ona görə ilk növbədə mən imamət anlayışı deyəndə heç də, yəni imamət anlayışı mən Qədirxumun davamiyyəti. İlk növbədə imamət anlayışını siyasi zəmindən uzaqlaşdırdılar. Və çox maraqlı bundan ibarətdir ki, xahiş edirəm diqqətli olun bu prosesə. Siyasi zəmindən uzaqlaşdırdılar və elə bil ki, hələ ictimai, elmi və mənəvi zəmində hələ qalmışdı. Biz Əleyhisselamın dövründə olan vəziyyətinə baxdıqda hələ görürük ki, elmi və mənəvi zəmində qalmaqda idi. Və yavaş-yavaş hərəkət etdikcə, çünki insan əgər nəfsaniliyi, mənfəət və hərisliyi əsas tutarsa, təbii ki, hər şeyi müsadirə etmək niyyətindədir. Və yavaş-yavaş görürük ki, belə deyək, imamət anlayışı hətta ictimai sahədə də çox gəlirmiş deyə, çox görünürmüş deyə, ictimai sahədən də yavaş-yavaş imamət anlayışını uzaqlaşdırırlar və biz bunun şahidiyik. İctimai zəmindən uzaqlaşdıqda həmçinin mənəvi zəmində də uzaqlaşdırırlar və biz bunun şahidiyik harda? İmam Həsən dövründə bunun şahidiyik Əməvilər tərəfindən. İmaməti ictimai və mənəvi zəminə də kənarlaşdırırlar. Və bu nə ilə baş verir və bu həmən dövrlərdə sufilik məktəbi və hərəkatının meydana gəlməsi ilə, sufilik hərəkatını çoxaltmaqla demək olar ki, çünki sufilik mənəvi hərəkatdır, düzdür. Mənəvi hərəkat, belə deyək, məsələn, İmam Həsəndə, Zeynəl-Abidində, mən indi biraz belə sadə, səmimi dillə, Zeynəl-Abidində, Həsəndə, Hüseyndə, məsələn, İmam Hüseyndə görünən mənəvi hərəkata paralel bir sufilik hərəkatı yaranır. Və sufilik hərəkatı ilə imamətdə olan mənəvi hərəkat kölgə altına alınır və ümumiyyətlə ictimai sahədən uzaqlaşdırılır. Çünki sufilərə ictimai bir belə deyək, yer verirlər. Məktəblər yaranır, dairələr yaranır və s. və ilaxır. Neysə. Və yavaş-yavaş hətta elmi zəmində də imaməti uzaqlaşdırırlar. Biz elmi zəmində görürük ki, İmam Baqir, İmam Sadiq və sonraki imamlar elmi zəmində böyük hərəkat yaradırlar və elmi zəmində də bu məsələyə yavaş-yavaş mane yaranır. Və bu elmi zəmində hansı keyfiyyətdə, diqqətli olun, necə mane yaranır. Yəni, belə deyək, paralel elmi şəxsiyyətlər yaratmaqla və yaxud imamları elmi bir şöhrə kimi tanıtdırmaqla digər elmi insanların qarşısında qoyur və nəticədə göstərirlər ki,
Bəli, digər paralel elmi insanlar varsa, bu da onlardan biridir. Məsələn, Sadiq də onlardan biridir. İdi. Məsələ nədir? Məsələ budur ki, görün, yəni mərhələ-mərhələ demək olar ki, bu şəxsiyyətlər tarixdə arxa plana keçir. Mən sadəcə bir dənə baxış yaratdım sizdə ki, belə bir baxış olsun sizdə. Mütaliələrdə görün ki, necə görürsünüz. Tarixi baxış deyə yenə də qeyd edirəm, əsla heç də məzhəbi bir anlayış. Tarixi baxışdır. Ola bilsin kimsə bunu tənqid eləsin, bu baxışı tənqid eləsin. Tamam. Mən sadəcə görüşdür. Bu görüş də çox maraqlıdır. Bu görüş də heç də məzhəbə, hər hansısa bir şiə məzhəbində aidiyyət yoxdur. Mütəfəkkirlər bir neçə görüşdür, bu da görüşlərdən biridir. Yəni tarixə baxanda biz tarixin mərhələlərini belə görürük. Hər halda yəni Əməvi xilafəti, indi İslama vurduğu zərbə ki, inkar edilməzdir. Bəli, elmi tərəfdən, bəli, elmi nöqteyi nəzərdən. Mən indi demək istədiyim budur dostlar. Fikir verin nədir? Bəzən belə bir məsələ yaranır ki, fəlsəfədən danışdıqda, fəlsəfədən söhbət etdikdə və fəlsəfənin İslam dünyasına gəlişindən danışdıqda elə bil axı imamət kölgədə qalır. Belə bir şübhə yarana bilər. Belə bir sual yarana bilər. Yenə deyirəm, çünki sual var idi, yəni mən lazım bildim ki, bunu işarə edeyim. Hərçənd mövzumuz hamının bilməsi lazımdır. Yəni qəşəngdir, gözəldir, sualdır. Yəni deyəndə ki, məsələn, Hüneyn ibn İshaq, İshaq ibn Hüneyn, nə bilim, sonra Farabi və s. və ilaxır bunları deyəndə, axı digər tərəfdə də biz imam, məsələn, hələlik indi belə də qayıdırıq biraz dini abu-havaya. Bəs imamların Allah razı olsun. İmamların hərəkatı necə baş verir? Yəni imamları biz necə görürük? Baxın, buradan biraz diqqətli olaq məsələyə. Mən burada çox zərif bir məqama işarə eləmək istəyirəm. Ki, və söhbətin ən kulminasiya nöqtəsi, pik həddi buradadır. O da bundan ibarət. Və mən bunu göstərəcəm Farabiyə giriş eləyəndə biraz da bunu şəffaflığı ilə görəcəksiniz ki, Farabi nə kimi mərəkə açıb, nə kimi meydan açıb. Və həmçinin müsəlmanların fəlsəfə ilə üzləşməsinə mən elə bilirəm də bugün yox, gələn dəfə sizinlə söhbət eləyəndə görəcəksiniz ki, nələr baş verir. Orada görəcəksiniz biraz da. Yəni hələlik yavaş bu toza silirik, amma tam da silməsin. Yavaş silincə görəcəksiniz nələr baş verir. Yəni fəlsəfəyə qısqanclıqla İslam dünyası və belə deyək, İslam dünyası və hardasa imamətin hərəkatını biraz da arxa plana keçirdilər. Fəlsəfəyə qısqanclıqla. Çünki fəlsəfəyə qısqanclıqla digər məsələlər qabardı ki, onu gələn dəfə danışacağım. Amma məsələ nədir? Məsələ bundan ibarətdir. Bir dənə xahiş edirəm bu misalıma diqqət eləyin. Bir dənə fizika elmi var. Bir dənə təbiət var. Fizika elmi nədir? Fizika elmi təbiət haqqında elmdir də. Amma təbiəti siz fizika elmi deyə bilərsiniz. Deyə bilərik təbiətə fizika elmi? Cavab verin bəziləriniz. Biz təbiətə deyə bilərik fizika elmi? Xeyr.
Xeyr. Biz təbiətə fizika elmi deyəmi? Xeyr. Gözəl. Xeyr, əla. Biz təbiətə fizika elmi deyə bilmərik. Amma fizika elmi təbiətdən gəlir. Fizika elmi təbiətdən gəlir. Düzdür. Yəni təbiət fizika elminin mənbəyidir. Fizika elmi deyil. O demək deyil, təbiət fizika elmi deyil. Deməli, təbiət bir şey deyil. Təbiət fizika elmi mənbəyidir. Bu misalı zəhmət olmasa tətbiq edin. Gəlin Qurana tətbiq edək. Çoxları deyirlər ki, Quranda mütləq özlərini əldən salırlar ki, Quranda bütün elmləri kəşf eləsinlər. Riyaziyyatı Qurandan çıxarsınlar, fizikanı Qurandan çıxarsınlar. Lazım deyil dostlar, lazım deyil. Lazım deyil elmləri siz Qurandan çıxardasınız. Quran ümumiyyətlə elmi kitab deyil. O nə deməkdir? Quran elmi kitab deyil. Sən nə cürətlə bu sözü deyirsən, Quran elmi kitab deyil. Bəyəm elmi kitab olmaq hər hansısa bir dərəcə əlamətidir, hər hansısa bir dəyər əlamətidir. Bəli, dəyər də sayılır elmi yanaşma, amma bütöv dəyər deyil ki. Quran elmi kitab deyil. Bəs nədir Quran? O demək deyil ki, Quran elmi kitab deyil, yəni cəhalət kitabıdır. Yox, Quran elmin ümumiyyətlə mənbəyidir. Nəinki elmi kitabdır. Zəhmət, lazım deyil zəhmət çəkib kimsə riyaziyyatı Qurandan çıxarsın, fizikanı Qurandan çıxarsın, nə bilim, kimyanı Qurandan çıxarsın. Bəzən olur, var, belə bir yanaşmalar var. Amma bu artıq zəhmətdir. Çünki Quranda nə riyaziyyat var, nə kimya var, nə fizika var, heç biri yoxdur. Amma o demək deyil ki, fizika, kimya Quranın üstündədir. Xeyr, Quran ümumiyyətlə həqiqətin özüdür. Elm isə həqiqətə baxış tərzidir. Həqiqətə baxış tərzidir elm. Quran həqiqətin özüdür. Quran bütün elmlərin mənbəyidir, başlanğıc nöqtəsidir. Ona görə mənbə heç vaxt elm deyil. Ona görə mən Quran haqqında hələ misal çəkirəm. Həmçinin gəlin indi Peyğəmbər və imam. Bu tamamilə mövzudan, amma lazım bilirəm deyənə qeyd edirəm. Düşüncələrimizi düzəldir. Peyğəmbərlə imam. Bəzən deyirlər ki, bəyəm imam fəlsəfə deyib. Bəli, əla, təbii ki, əla olmalıdır. Bəyəm deyirlər ki, imam fəlsəfə deyib, xeyr deməyib. İmam filosofdur, xeyr filosof deyil. Bəyəm ki, filosof tam dəyərdirmi ki, imam filosof olmayanda dəyərsiz olsun? Fəlsəfə də dəyərlərdən biridir. Fəlsəfə hər hansısa bir həqiqətə baxış tərzidir. Hər hansısa bir həqiqətə baxış tərzidir. Peyğəmbərlə imam, sonra məsələn, Peyğəmbər, bəli, gözəl izahdır, bəli. Peyğəmbərlə imam, görəsən, fizikdir, xeyr. Ximistdir, xeyr. Bioloqdur, xeyr. Ümumiyyətlə, alim, xeyr. Alim, yəni bizim bildiyimiz elm fənlərinin, belə deyək də, sahibləri deyirlər, amma elmin mənbəyidirlər. Peyğəmbər imam elmin mənbəyidir. Peyğəmbər həqiqətin göstəricisidir. Sonra Peyğəmbərdən şaxələnənlər olur elm. İmam birbaşa olaraq həqiqəti göstərəndir. İmamdan sonra necə deyərlər, şaxələnənlər, imamdan sonra qidalananlar olur elm. Biri olur ədəbiyyat mütəxəssisi, biri olur. Bəli, Quran həqiqət düz. Biri olur ədəbiyyat mütəxəssisi, biri olur İmam Sadiq. Baxın İmam Sadiqə. İmam Sadiq nədir? İmam Sadiq bütün, yəni elmi dünyaya, bəli, Allah razı olsun. Elmi dünyaya yayan şəxsiyyət də İmam Baqir və İmam Sadiq. Düzdür? Amma nə qoyursunuz adına? Məsələn,
Aha, İmam Sadiq həqiqəti göstərib. İndi bu məktəbdən biri hüquqçu olub, biri filosof olub, biri nə bilim dilçi olub, ədəbiyyat, ədəbiyyatşünas olub və s. və ilaxır. İndi sən bu imam hansından biridir? İmam bütün bunların mənbəyidir. Desək ki, heç biri narahat da olmadan, yəni heç biri. Amma o demək deyil ki, heç biri, yəni bunları bilinmirmiş. Yox, bütün bunların mənbəyidir. Necə ki, Quran elm kitabı deyil, Peyğəmbər İmam da elm mütəxəssisi kimi tanıtdırmaq əbəsdir olar. Alim kimi, məsəl üçün. Bəli, alimdir, aydın məsəl üçün. Biz hətta İmam İmam Kazımın bir adlarından biri alimdir. Hə? O vaxtı yəni adı çəkə bilmirdilər. Çox gərgin bir ictimai siyasi gərginlik nəticəsində ad çəkilə bilmirdi. Dedilər əl-alim. Hamı bilirdi ki, alim İmam Kazım. Bəli, bunlar ki, elmin mənbəyi təbii ki, amma bizim elm dünyasında tanıdığımız hər hansısa bir elmi mütəxəssis kimi xeyr. Əksinə elmlərin mənbəyidir. Buna görədir ki, mən bəzən deyəndə ki, bəli, fəlsəfə görəsən İslam dünyasına gələndə, indi qaydırıq. Bütün elmlərin mənbəyidir, mənbəyi. Əsası kökü. Yəni bütün elmlər deyəndə, yəni o zamanda mövcud olan elmlərdir. O demək deyil ki, indi bütün elmlər biraz real da baxmalıyıq da məsələyə. Baxın, deyəndə ki, fəlsəfə İslam dünyasına gələndə belə bir şey yaranır ki, bəzi imamların fəaliyyəti fəlsəfə İslam dünyasına gələndə bəyəm digər elmlər yox idi, digər ədəbiyyat elmi var idi. Bəli, tələbəsi olub, düzdür. Düzdür, İmam Sadiqin tələbələri olub, bəli. Fəlsəfə İslam dünyasına gələndə belə bir təfəkkür yarananda ki, belə bir təfəkkür birdən yaransa ki, məsələn, bəs onda imamlarda bəyəm fəlsəfə yox idi ki, fəlsəfə məsələn gəldi imamların mövcudluğuna qarşı bir hərəkat idi. Xeyr, bunu fəlsəfə, əgər fəlsəfə haqqında bunu deyirsə, digər elmlər haqqında deyə bilərik. Amma bunu mən izah vermək istədim ki, o demək deyil ki, imam ki, filosof deyil ki. İmam filosof deyil, filosof indi ona görə, bu özü bir məsələ olsun, yadınızda saxlayın ki, Farabidə görək indi din və fəlsəfənin münasibətlərində çox Farabi gözəl bir hərəkata işarə eləyəcək ki, orada gərək onda biraz da söhbətə işıq salaq. Görün orada nə yaradır. Yəni dinin başçısı ilə filosof arasında fərqi Farabi qoyanda biraz da məsələ işıqlanacaq. Fəlsəfə heç də imamın fəaliyyətinə qarşı bir fəaliyyət deyildi. Əksinə imamın fəaliyyətinə işıq sala biləcək fəaliyyət idi fəlsəfə. Əli əleyhissalamın Nəhcül Bəlağədə birinci xütbəsinə baxın. Birinci xütbəsinə baxın. Demək olar ki, birinci xütbəsini indiyə qədər bütün filosof və teoloqlar və elmi şəxsiyyətlər hələ də açmaqdadırlar. Şimdi imam filosofdur, xeyr filosof deyil. Axı filosoflar imamın cümləsini açır. O demək deyil filosoflar açır, imam filosofdur. İmam fəlsəfənin mənbəyidir. Filosof deyil. Və sair və ilaxır. Hər hansısa bir digər elmi, məsələn, şəxsiyyətə gəlib imamdan hər hansısa bir cümləsinə istinadən hər hansısa bir söz deyirlərsə, hüquqda və s. və ilaxır məsələlərdə, həmçinin hüquqda bizim elə dini hüquq zəminində, daha çox dini hüquq zəminində biz görürük də. Yaxşı, İmam Sadiqdən qidalanılan, İmam Sadiq fəqihdir. İmam Sadiq yəni hüquqşünasdır, xeyr hüquqşünas deyil, amma hüququn mənbəyidir İmam Sadiq. İmam Sadiq hüququn mənbəyidir, İmam Baqir hüququn mənbəyidir. Nəinki hüquqşünas. Hüquqşünas bir elmdir. Baxın, bu cür məsələyə yanaşmalıyıq.
Çünki yavaş-yavaş tamamilə vəziyyət tamamilə dəyişir, baxış tərzi dəyişir. Cavablanması sonraya. Yaxşı, ona görə fəlsəfə də digər elmlər kimi, yəni məsələn hüquq, məsələn dil, ədəbiyyat, məsələn hədis, məsələn təfsir və fəlsəfə digər elmlərin paralelində bu da bir elm olaraq, amma bir dənə məsələ var ki, məsələn belə bir şey yaranır ki, fəlsəfə axı başqa yerdən gəldi. Amma bu fəlsəfə başqa yerdən gəldi, digər elmlər də var idi. İndi müsəlmanlar bununla necə qarşılaşdılar? Buradadır ki, məsələ gərginləşir. Buradadır ki, məsələ gərginləşir. Ki, görəsən, fəlsəfəni almaqla, fəlsəfəyə meydan verməklə biz dinə mane törədirik, yoxsa əksinə dinə kömək edirik və əgər fəlsəfəni meydandan çıxarsaq, dinə xələl gətiririk. Hansıdır? Bu bizim sözümüz əsas bundadır ki, gələn dəfə mən bu haqda söhbət edəcəyəm. Qalsın biraz belə fikirlər də çalxalansın da, fikirlər çalxalansın. Gələn dəfə mən bu haqda söhbət edəcəyəm. Amma mən sadəcə bunu lazım bildim ki, Allah razı olsun, mən bunu lazım bildim ki, buna işarə edeyim ki, heç də buna yəni diqqətli olaq ki, Allah razı olsun, diqqətli olaq ki, deyəndə ki, fəlsəfə və ümumiyyətlə imamlıq mövzusu tamamilə bunlar bugün dediyim məsələdə biz bunları bir-birindən ayırmalıyıq. Yəni, nəticə ilə mənbəni bir-birindən ayırmalıyıq. Ümumiyyətlə, din, Quran, Peyğəmbər və imamət anlayışı mənbədir. Elm isə o mənbədən şaxələnən, o mənbədən nəticələnən hərəkatdır ki, müxtəlif adamları var da indi onların tarixdə. Sadəcə sual budur ki, indi fəlsəfə ki, gəldi, girdi İslam dünyasına mane törətdi, yoxsa kömək etdi. Hansıdır? İnşallah gələn dəfə söhbət edəcəyik. Allah razı olsun. Çox-çox təşəkkür edirəm ki, qulaq asdınız. Kifayətdir bu qədər. Mən çünki sonra bir yerə də çatdırmalıyam. Əlbəttə, tələsmirəm ki, birdən mövzu, ciddi mövzu deyənə kiminsə əgər sualı varsa, sözü varsa mən eşidirəm. Olmazsa sonra da mən icazə alacağım sizdən ki, mən çıxım, gedim o yerə də çatdırım. Allah razı olsun. Siz sağ olun. Siz sağ olun. Hamıya təşəkkürümü bildirirəm ki, gəlirsiniz, oturursunuz, qulaq asırsınız. Var olun, var olun. Allah uca eləsin, Allah müvəffəq eləsin bütün sahələrdə sizi. Təşəkkür edirəm. Yaxşı, mən onda icazə alıram sizdən, mən çıxıram. İnşallah gecəniz xeyrə qalsın. Gələn dərsimizdə və gələn görüşlərdə görüşmək ümidi ilə hamını Allaha tapşırıram. Bir-birimizi dua eləyək. Hələlik, sağ olun.